Salam dəyərli izləyicilər. 9-cu siniflər üçün növbəti ümumi sınavımızı izahını verəcəm. Hər zaman olduğu kimi bu sınavımızda PDF olaraq həm Telegram kanalımızda, həm də WhatsApp qruplarımızda paylaşılıb. Deməli, əziz şagirdlər, Telegram kanalımızın adı Mehman Mahmudov Riyaziyyatdır. Qoşulub əvvəlcə sınav işləyin, ondan sonra izaha baxın. Telegramı olmayan şagirdlər isə burada göstərilən nömrəyə yaza bilər. Burada göstərilən nömrəyə yazın, WhatsApp qrupları sizə göndəriləcək. Keçid edib qoşulun. Bir neçə WhatsApp qrupu var. Dolu olan qrupa yox, digərlərinə yönləndirilə bilərsiniz. Həmçinin rəy bölməsində də linklər olacaq. Oradan da keçid edə bilərsiniz. İndi keçək sualın izahına. Deməli, birinci sual. Qədir əvvəl işin 60%-ni, bir də uşaqlar kanalımızı 100 mindən artıq şagird izləyir. Abunə olanların sayı çox azdır. Bundan öncəki videoda da qeyd elədim. Sadəcə hər 100 nəfərdən sadəcə 12 abunə olub, qalanları izləyir. Kanala abunə olun ki, kanalımız sürətlə böyüsün, digər şagirdlərin də qarşısına çıxsın. Deməli, 1. Qədir əvvəl işin 60%-ni, sonra qalan işin 30%-ni gördü. İşin neçə faizi görülməmiş qaldı. Tutaq ki, uşaqlar bu tip sualları belə həll eləyin. Baxın, iş 100-dür. 100-dür. Bunun 60%-ni gördülər. Qaldı 40%, yəni 40. Bu 40-ın da 30%-i görülüb. 40-ın 30%-ni taparam. Nə edəcək? 12. 40-ın da 12-si görüldü. 40 çıx 12 qalacaq da nə eləyir? 28. Deməli 28% iş qaldı, yəni B bəndi. Həmişə ümumiyyətlə sualın şərtində faiz məsələlərində faizlə ifadə verib, sonunda da faizlə nəticə soruşursa, onu 100 ədədi ifadəni, məsələn nədirsə, onu 100 götürüb həll eləmək olar. İkinci sual. 5də 4 hissəsi dolu olan su deposundan 10 litr su istifadə edildikdə deponun 3də 1 hissəsi boş qalır. Depo neçə litr su tutur? Demək uşaqlar, əvvəl 5də 4 hissəsi dolu idi. İndi 3də 1 hissəsi boş qalıb. Yəni 3də 2 hissəsi dolu olub. İndi baxın, 5də 4 hissəsi dolu idi. Müəyyən 10 litr getdi. Qaldı 3də 1 hissəsi dolu. 3də 1 hissəsi boş. 3də 1 hissəsi boşdursa 3də 2 hissəsi doludur, düzdür? Onda mən 5də 4-dən 3də 2-ni çıxaram. 5də 4 x-dan daha doğrusu 3də 2 x-i çıxaram. Bərabər eləyərəm 10-u. Və uşaqlar orta məxrəc götürərəm 15. 12x çıxılsın 10x bərabərdir 10-u. Yuxarıda qalacaq 2x bölünsün 15 bərabərdir 10. Çarpaz vuraram 2x bərabərdir 150. X də bərabərdir 75. Deməli, çən dolu su deposu daha doğrusu 75 litr su tutur. B variantı. Uşaqlar, burada silsilə sual var. Silsilə imtihana düşmür. Yəni, narahat olmayın bundan. Ona görə həll eləmirəm, üstündə x qoyuram. Növbəti sual 4-cü sual. Şəklə əsasən x-i tapın. Gördüyünüz kimi bucaq açıq bucaqdır. Açıq bucağında ümumi dərəcə ölçüsü 180 dərəcədir. Yəni, bunların hamısını toplayıb 180 dərəcəyə bərabər edirəm. Olacaq 40, üzərinə gəl 2x, üzərinə gəl 3x, üzərinə gəl 2x. Sual nə qədər sadə olur olsun. Görürsünüz ki, uşaqlar, mən sınavları paylaşanda da hər sınavda bir dənə və yaxud da 2 dənə hesab səhvi olur məndə. Bu sizdə də olur. Çalışın ki, şifahi eləməyin. Yazılı şəkildə eləyin, nə qədər asan olsa da. 2x, 3x, 5x edir. Üstə də 2x gələndə olacaq 7x. 40-ı da sağa keçirsəm, 180-dən 40 çıxsam, qalacaq 140. Buradan da x bərabər olacaq 20-yə. X 20-dir. Bizdən də x-i soruşurdu. Y bəndi. 5. Köklərindən biri ən kiçik sadə ədəd, digəri isə ən kiçik mürəkkəb ədəd olan kvadrat tənliyi tapın. Ən kiçik sadə ədəd 2-dir, ən kiçik mürəkkəb ədəd də 4-dür. Yəni, deyək ki, kökləri 2 və 4 olan ədəd tapın. Deməli, hasili 8 olmalıdır, cəmi isə 6. Cəmi müsbət daxı gərək mənfi olsun da belə olacaq. X kvadrat çıx 6x üstə gəl 8 bərabərdir 0. Baxın, elə B bəndi oldu cavab. Ver teoremindən istifadə elədik. 6-cı sual. İfadəsini vurğulara ayır. Baxıram ki, hər ikisində 2 var. 8-cində içində 2 var. A yoxdur, x var hər birində. Deməli, 2x qarşıya çıxacaq. 2x qarşıya çıxanda birincidə qalacaq 4 a kvadrat çıxılsın b kvadrat x kvadrat. Bu da bərabərdir 2x. Kvadratlar fərqidir. 2a çıx bx, 2a üstə gəl bx.
2x qarşıda 2a çıx bx, 2a üstəgəl bx. Y bəndi. 7-ci sual. Modul x kiçikdir 10 şərtini ödəyən ən böyük və ən kiçik tam ədədlərin fərqini tapın. Uşaqlar, modul bərabərsinin kiçiyi təbii ki belə yazılır. Mənfi 10-dan böyük, müsbət 10-dan kiçik. Burada olan ən böyük tam ədəd 9-dur. Ən kiçik tam ədəd isə mənfi 9-dur. Bizə deyir ki, bunların fərqini tap. 9 çıxılsın mənfi 9. Bu da eləyəcək 18. Yəni D bəndi. 8-ci sual. X üstü 12 çıx 1. X üstü 12 çıx 1. Aşağıda, uşaqlar diqqətlə baxın. Burada x çıx 5-in üstü 17-dir. Burada 5 çıx x-in üstü 17-dir. Qüvvət də tək olanda mən ifadədə hədlərin yerini dəyişəndə qarşıya mənfi gəlməlidir. Əgər fərqlidirsə. Bax, birincini olduğu kimi saxlayıram. X çıxılsın 5-in üstü 17. Üstəgəl x üstü 6 plus 1. Burada x-la 5-in yerini dəyişəndə qarşıya mənfi gəlir deyə burada çıx olur. X çıx 5-in üstü 17. Diqqətlə baxın, bu ifadə ilə bu ifadə bir-birini aparar. Yuxarıda qalacaq, bircə dəqiqə. Yuxarıda qalacaq x üstü 12 çıx 1. Aşağıda qalacaq x üstü 6 plus 1. Bu ifadədə kvadratlar fərqidir şagirdlər. Yuxarıda olacaq x üstü 6 çıx 1. X üstü 6 plus 1 bölünsün x üstü 6 plus 1 və bu da ixtisar gedir, qalacaq x üstü 6 çıx 1. Yəni A bəndi. 9-cu tapşırıq. M-in hansı qiymətində AM 8 nöqtəsi funksiyasının qrafik üzərindədir? Uşaqlar, bu tip suallar dəfələrlə imtihana düşüb. Birinci koordinat hər zaman x-i, ikinci koordinat hər zaman y-i bildirir və gətirib bunu yerinə yazırsınız. X-in yerinə M, Y-in yerinə 8. 8 bərabərdir kök altında M üstəgəl 17. Təbii ki, hər tərəfi kvadrata yüksəldəcəm. M üstəgəl 17 bərabər olacaq 64-ə. Buradan M bərabər olacaq 64 çıx 17. Bu da 54-dən 7 çıxanda 47 qalacaq. D bəndi. Gəldik 10-cu suala. 4 üstü mənfi 1 üstəgəl 5 üstü mənfi 1 üstəgəl 11-də 20-nin üstü mənfi 1. Qiyməti hesabla. 4 üstü mənfi 1 ümumiyyətlə qüvvətin mənfi olması ədədin tərsinə çevrilməsi deməkdir. 4 üstü mənfi 1 olacaq 4-də 1. Üstəgəl 5 üstü mənfi 1 olacaq 5-də 1. Üstəgəl 11-də 20-nin üstü mənfi 1. Tərsinə olacaq 20-də 11. 4 ilə 5 ortaq 20 olacaq. 24, 5, 9 üstəgəl 20-də 11. Bu da olacaq 20-də 20. Yəni 1. C bəndi. 11-ci sual. 8 bölünsün. Uşaqlar, bunu kökün altına salaram. 2 kökçü. Olacaq 4, 3. Kök altında 12 çıx 2. Bunu irrasionaldan azad eləmək lazımdır. Təbii ki, qoşmasına vurmalıyam. Qoşması kök 12 plus 2-dir. Yuxarıda kök 12 plus 2-dir. Bərabərdir. Aşağı kvadratlar fərqi olduğuna görə kök altında 12-nin kvadratı eləyir 12. 2-nin kvadratı eləyir 4. Yuxarıda da 8 vurulsun. Kök 12 üstəgəl 2. Bərabərdir. 12-dən 4 çıxanda 8. 8 ilə bu 8 7. Qaldı kök 12 üstəgəl 2. Kök 12-də uşaqlar 4 vur 3-dür. Olacaq 2 kök 3 üstəgəl 2. Yəni B variantı. 12-ci sual. AB bərabərdir AC-yə, yəni bu tərəfə. CBD 110-dur. Bura 110-dur. MAB-ni tap. Uşaqlar, bütün bucaqları təyin edə bilərik. 110-dur, xarici bucaqdır. Daxili bucaq olacaq 70. Bərabər yanlı olduğuna görə bu tərəfdə 70 olmalıdır. 70 və 70-i topladım, elədir 140. Bucağın daxili bucaqlarının cəmi 180-dir. 140-dan 180-dən 140 çıxsam, bura qalacaq 40. Bizdən də hansı soruşur? MAB-ni, yəni bu bucaq. 40-ın qonşusu nə olacaq? 140. Və yaxud da birbaşa da təyin eləyə bilərdik. Bir xarici bucaq ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni A bəndi. Gəldik 13-cü suala. Sistem tənlikdir, amma çox sadə tənlikdir. 2A bərabərdir 6.
Buradan A bərabərdir 3. Gətirib burada yerinə yazıb B-ni taparam. 3 üstəgəl B bərabərdir 10-a. B bərabərdir 7-yə. Olacaq 7 çıxılsın 3 bərabərdir 4-ə. Yəni C bəndi. 14. Mərkəzi O olan çevrədə BSA 40 dərəcədir. Deməli, DBA-nı tap. Uşaqlar, baxın indi. Bu daxilə çəkilmiş bucaqdır və söykəndiyi qövs buradır. Fikir verin. Məsələ budur ki, BA qövsünə söykənən digər bucaq da bax budur, D bucaqdır. Aydındır. Burada onda olacaq 40. Və bu BD də diametr olduğuna görə bura 90 dərəcə olur. Baxın, 3 bucağı fərqləndirirəm sizin üçün. Bu 3 bucağı fikir verin. Bu düz bucaq, 3 bucaqdır, 90 dərəcədir. Bura 90-dır. Bura 40 dərəcədirsə, bucağın daxili bucaqların cəmi 180 olduğuna görə bura məcburdur 50 olsun. Bizdə x oldu 50. Yəni B variantı. 15. A -3, -6 və B -2, daha doğrusu -1, 12 nöqtələrindən keçən düz xəttin bucaq əmsalını təyin edin. Uşaqlar, baxın, əslində bunun düsturu var. Sadəcə düsturla yazmayacağım sizə. Həm ümumi funksiyanı tam anlayın deyə, həm də mövzudan suallar rahat həll edə bilin deyə. Bu düz xəttdən danışır. Düz xəttin, yəni xətti funksiyadan söhbət gedir. Uzun düsturu kx plus b-dir. Burada uşaqlar -3, -6-dan keçir. Bir dəfə x-in yerinə -3, bir dəfə -6 qoyacağım y-in yerinə. Yazaq. -6 bərabərdir -3k plus b. Bunu yadda saxlayın. Bir dəfə də -1, 12-ni nəzərə alacağım. Bu da x, y-dir. Deməli, 12 bərabərdir. Mənfini k-ya vuranda -k üstəgəl b. Bu da ikincidir. Diqqətlə baxın. Bu da oldu ikinci. İndi uşaqlar, bunu gətirib bunun altından yazaram. -3k plus b. Və yuxarıdan aşağını çıxaram. 12-dən -6 çıxanda qalır 18. -k çıxılsın. Baxın uşaqlar, bunu şifahi edəmirəm, yazıram. Çıxılsın 3k, -3k. Çıxılsın -3k. B'lər də bir-birini aparır. Baxın, 18 bərabərdir. -k, mənfi deyil, olacaq müsbət 3k. Buradan nə alınacaq? 14 bərabərdir 2k-ya. K da bərabərdir 14 yox uşaqlar, üzr istəyirəm, 18. 2k bərabərdir 18, k da bərabərdir 9-a. Yəni k da bucaq əmsalıdır, oldu A. 16. Bərabər tərəfli üç bucağın, ilə bərabər tərəfli üç bucaq çəkirəm. Orta xətti 5-dir, perimetri soruşar. Orta xətt 5-dirsə, tərəf 10-dur. Bütün tərəflər bərabər olduğuna görə hər tərəfi 10 olacaq. P də bərabərdir 3 vur A-ya, yəni 30-a. Bitdi. 17. 9 kök 2 ədədinin tam hissəsini tap. Bundan ötürü 9-u kökün altına salmaq lazımdır. Kök altında 81 vur 2, 162 olacaq. 162-də uşaqlar, kökdən 162-dən əvvəl kökdən çıxan ədəd 144-dür. 144-dən də 12 çıxır. 12 ilə 13-ün arasındadır. Bunun da təqribi qiyməti 12 tam 10-da 3 olacaq təqribən. 12, 10-da 3, 12, 10-da 4 belə. Tam hissəsi də 13. Bitdi. Növbəti 18-ci sual. Çoxluq sualıdır. Diqqətli olmaq lazımdır. M çıxılsın N. Uşaqlar, M çıxılsın N tapmaq üçün M ilə N-in ortaqlarını tapmalıyam. Baxıram ki, qarışıq şəkildə düzülüb. Ona görə 1 burada yoxdur. 3 yoxdur. 5 var. Fikir verin, 5 hər ikisində var. 7 yoxdur. 8 yoxdur. Yoxdur, bəli. 29 var. 29 da var. Və 47 də var. Başqa varmı? Bir də 23 də var. Diqqətlə baxaq. Deməli, onda uşaqlar M çıxılsın N. M çıxılsın N bərabər olacaq. 1, 3. Dairəyə alınanlar yox, alınmayanlar həmişə qalır uşaqlar. 1, 3, 7. Bir də 8. 1, 3, 7, 8. Və bunu K-dan kəsişdirməliyəm. Bax, bundan kəsişdirməliyəm. Kəsişməsi nədir? Hər ikisində olan. M çıx
M çıx N. Deməli, M çıx N kəsişir K ilə. Bu da bərabərdir. Bu 1, 3, 7, 8-in K ilə ortağı sadəcə 1, 3, 7-dir. Bu da olacaq. Bir dəqiqə uşaqlar yanlış yazdım. Belə olacaq. 1, 3, 7. İndi N qarşısına atanda olacaq sayı 3. Cavab oldu 3. 19. M bölü 9 bərabərdir 7. Qalıq N bərabərliyindən Mn hasilinin ən böyük qiymətini təyin edin. Uşaqlar, birincisi buradan M bərabərdir. 9 vurulsun 7 üstəgəl N. Və Mn hasilinin ən böyük qiymətindən danışılır. Uşaqlar, video dayanmalı olmuşdu. Tam olaraq bilmirəm hardan yarım qaldı. Ona görə yenidən 19 və 20-ni də deyirəm. 19-da, yəni videoya yenidən baxmayacağım. Ona görə təzədən deyirəm, vaxt itkisi olmasın. Uşaqlar, qalıq bölən 9-dursa, bunu təkrar edirəm. Qalıq ən çox 9 ola bilməz. Çünki o zaman qalıq sayılmaz, bölünəcək yenə. Ən çox 8 ola bilər. N-in ən böyük qiyməti oldu 8. Bu da aşağı sinifdən bildiyimiz bir əvəz eləmədir. N-in yerinə 8 yazanda demək alınır 71. Və bizdən hasilini soruşurdu 568. Gəldi 20-yə. Düzbucaqlı paralellepipeddə ABCD 15-dir. ABCD 15-dir. Yəni oturacağın sahəsi 15-dir. Bax bura. AMNB burada 12'dir. AMLD deməli AMLD 20 olarsa bir dəqiqə. AMLD. Uşaqlar, AMLD 20-dirsə onda L buradır. Baxın, L bu tərəfdir. Ön tərəfdə, yəni ön sahə. Onun tam səthinin sahəsini tapın. Uşaqlar, baxın, bu tərəfin sahəsi 12-dir. Bu tərəfin sahəsi 15-dir. Bir də ön tərəf var, axı, baxın bu tərəf. Bunun da sahəsi 20-dir. Buradan yazıram. İndi bunun da tam səthini tapanda S tam bərabər olacaq. Hər bir səthdən 2-dən olduğuna görə olacaq 2 vurulsun 12 üstəgəl 15 üstəgəl 20. O da bərabərdir 2 vurulsun 12, 15, 27 eləyir. 27-nin üstə 20 gələndə 47. 47-nin də 2-yə 90, 47. Bu da eləyir 94. Cavab oldu 94. 21. Tərəfi 6 olan kvadratın sahəsi tərəfi 30 olan kvadratın sahəsindən neçə dəfə kiçikdir? Oxşarlıq mövzusundan bilirik ki, bütün kvadratlar, ümumiyyətlə bütün düzgün çoxbucaqlılar bir-birinə oxşardır. Bunun tərəfi bundan neçə dəfə kiçikdir? 5 dəfə. 36-ya bölərəm 5 düşər. Bütün elementləri 5 dəfə kiçikdir. Sadəcə sahəsi kvadratı ilə, yəni 25 dəfə kiçik olacaq. Məntiqlə də düşünün də uşaqlar, bunun tərəfi 30-dursa 30 vur 30 sahə eləyir 900. Bunda tərəfi 6 vur 6, 36. 900 bölün 36-ya da 25 düşəcək. Növbəti 22-ci sual. 28 şagirdin 18-i riyaziyyat, səhv etmirəmsə çoxluq sualına oxşuyur. Yox, ehtimal sualıdır. 28 şagirdin 18-i riyaziyyat, bu R olsun, bu da ana dil olsun. Deməli, 18-i riyaziyyat, 13-ü ana dil məşğələsinə gedir. 7-si isə hər iki məşğələyə gedir. Deməli, 18 gedirsə bura qalır 11. Bəli. 11 mi qalır? Bəli. Ana dilinə gedəndə 13-dür. Burada da 6 qalır. Bir də uşaqlar, bütün sinifi ifadə eləmək üçün belə bir çoxbucaqlı yazaram. Baxın, toplamda 28 şagird var. 11-i riyaziyyatdan məşğələyə gedir.
yalnız riyaziyyatdan, 7-si hər ikisi məndən gedir, 6-sı yalnız ana dilindən gedir. Toplam neçə şagird hazırlığa gedir? Toplayaq. 11 üstəgəl 7 üstəgəl 6. 13, bu da 11. 24 nəfər toplamda hazırlığa gedir. Uşaqlar, bu 4 nəfər isə kənarda qalıb. Yəni heç birindən hazırlığa getmir. Getməyən şagirdlərin sayı 4 nəfərdir. Bizdən də deyir ki, təsadüfən seçilən bir şagirdin heç bir məşğələyə getməməsi ehtimalı. Uşaqlar, toplamda 28 şagirdin sadəcə 4-ü heç bir məşğələyə getmir. Bu da ixtisar gedib 7-də 1 qalır. Yəni əslində çoxluq sualı daxilində ehtimal sualıdır. Birinci normalda çoxluq mövzusunu bilməlisən. Çoxluğu həll edəndən sonra artıq ehtimal tapmaq sadə olur. 23. Rombun diaqonalları cəmi 28. Yəni D1 üstəgəl D2 üstəgəl D2 bərabərdir 28. Tərəfi isə 10-dur. A bərabərdir 10-a. Onun sahəsini tapın. Uşaqlar, bilirik ki, D1 kvadrat üstəgəl D2 kvadrat bərabərdir 4A kvadrata. Bunun yerinə yazaram. D1 üstəgəl D2-nin kənardan kvadratı. D1 üstəgəl D2-nin kənardan kvadratı çıxılsın 2D1 D2 bərabərdir 4 vurulsun A kvadratı. A da 10 olduğuna görə kvadrat olur 100. İndi D1 D2-də 28-dir uşaqlar. Daha doğrusu D1 plus D2 28 olacaq. 28-in kvadratı çıx 2D1 D2 bərabərdir 400-ə. İndi uşaqlar, 28-in kvadratı səhv etmirəmsə 784 eləyir. Səhv eləsəm uşaqlar rəydə qeyd edin. Çıxılsın 2 dənə D1 D2 bərabərdir 400-ə. Buradan 2D1 D2-ni sağa keçirsəm 2D1 D2 bərabər olacaq 784-dən 400 çıxanda qalır 384. Hər tərəfdə 2-yə bölərəm. D1 D2 bərabər olacaq 192-yə. Bu oldu bizim D1 D2-miz. Bizdən də rombun sahəsini soruşur. S də bərabərdir rombun sahəsi D1 D2 böl 2. Yəni 192 böl 2. Bu 46, bu da 96 eləyəcək. Məsələn, 24-cü suala baxaq. X çıxılsın kök 3 bərabərdir 2-yə. Y çıxılsın kök 48 bərabərdir 8-ə. Y böl X-i tap. Uşaq, əvvəlcə Y-i taparam. Y-i sadələşdirib taparam. Bunu sağ tərəfə getirsəm, Y bərabərdir. Kök altında 48 üstəgəl 8. Biraz da sadələşdirəm. 48 də 16 vur 3-dür. Olacaq 4 kök 3 üstəgəl 8. İndi X-a baxaram. X da olacaq kök 3 üstəgəl 2. Tərəf-tərəfə bölərəm. 4 kök 3 üstəgəl 8 bölünsün. Kök 3 üstəgəl 2. Yuxarıdan 4-ü çıxararam. Olacaq kök 3 üstəgəl 2 böl kök 3 üstəgəl 2. Bunlar da bir-biri ilə gedər. Bərabərdir 4-ə. Cavab oldu 4. Məsələn, sadə sual. 25. X1 və X2 ədədləri verilən tənliyin köküdür. Onu da sadələşdirərəm. X kvadrat çıx 5X. İçində keçirsəm, olacaq üstəgəl 7 bərabərdir 0. Viyet teoreminə görə X1 vur X2 bərabərdir 7-yə. X1 üstəgəl X2 bərabərdir 5-ə. İndi bu ifadələri bilərək bunu tapmaq lazımdır. Bu da kublar cəmidir. Açılışı belə olacaq. X1 plus X2 olacaq X1-in kvadratı üstəgəl X2-nin kvadratı çıx X1 X2. Bunun qiyməti 5-dir. 5 vurulsun. 5 vurulsun. Bunda kvadratlar cəmi kimi açaram. Belə olacaq. X1 plus X2-nin kvadratı çıx 2 dənə X1 X2 bir dənəsi də var idi. Bərabərdir. 5 vurulsun. X1 plus X2 5-dir. 5-in kvadratı olacaq 25. Çıxılsın 3 dənə X1 X2. Biraz da sadələşdirərəm. 5 vur. 25 çıx. X1 X2 7-dir. 3-ə vuranda olacaq 21. Bu da olacaq 5 vurulsun 4. Yəni 20. Cavab oldu 20. Uşaqlar, ümid edirəm ki, izahları bəyəndiniz. Burada gördüyünüz sınavlardan daha çox istəyirsinizsə, kanala abunə olun, rəy yazmağı unutmayın. Kanala abunə olun ki, daha çox şagirdimiz faydalansın. Bunların hər biri sizin üçündür, ödənişsiz şəkildədir. Həmçinin WhatsApp qruplarımıza, Telegram kanalımıza da qoşulub əvvəlki sınavlarda işləyə bilərsiniz.
Sağ olun, hər birinizə uğurlar.